Aha. Bir daha axşamınız xeyir. Estella sizə daxili və xarici cinsiyyət üzrə histologiyası haqqında məlumat verdi. Mən də sizə bu gün fertilizasiya, embrionik implantasiya, plasenta və süd vəzləri haqqında danışacağam. Fertilizasiya mayalanma prosesi deməkdir. Yəni qadın və cinsi hüceyrələrinin birləşməsi. Yəni bu mayalanma prosesi olsa da 5 əsas mexanizmdən təşkil olunub. Əvvəlcə qısaca yumurta hüceyrə və spermatozoidin quruluşunu yadımıza salaq. Yumurta hüceyrəmiz oosit, gördüyümüz kimi xaricdən korona radiatadan, yəni şüalı tazdan təşkil olunmuşdur. Onun altında zona pellucida, yəni şəffaf təbəqə və vitelin membran, yəni hüceyrə membrandan, daha sonra sitoplazma və nüvədən ibarətdir. Korona radiata, yəni şüalı tac folikulyar hüceyrələrdən ibarətdir, hansı ki spermatozoidin keçməli olduğu ilk təbəqədir. Zona pellucida, yəni şəffaf təbəqə dedik. Burada glikoprotein membranı əhatə olunmuş bir sətdir. Gördüyünüz kimi ZP1, ZP2, 3 və 4 reseptorları yerləşir. Bizdə əsas rol oynayan, yəni spermatozoidin tanınması üçün ZP3 reseptoru lazımdır. Onun altında vitelin membran var. Bu da spermatozoidin nüvəsinin keçməsini təmin edir. Sonra sitoplazmada kortikal granullar yerləşir. Bunun haqqında sonra danışacağıq və nüvədən ibarətdir. Spermatozoidin quruluşuna baxsaq, baş, boyun və quyruq hissə, yəni flagellumdan təşkil olunub. Baş isə özü nüvə və akrosom adlanan fermentlə dolu kisəcikdən ibarətdir. Boyun hissəsində əsasən mitoxondri yerləşir, hansı ki bu mitoxondrida onun enerjisini təmin edir, yəni quyruğun hərəkəti üçün lazım olan enerjini verir. Və bayaq dedik ki, 5 əsas mexanizmdən təşkil olunub, hansı ki birinci mexanizmimiz kapasitasiyadır. Kapasitasiya, yəni sözün hərfi mənasına baxsaq, kapasite yəni bir bacarıq deməkdir. Yəni spermatozoidlər epidemistdən çıxdıqda hələ tam hazır vəziyyətdə olmurlar, hansı ki onlar qadın cinsiyyət yollarında müəyyən bir aktivləşmə dövrü keçirirlər. Biz buna kapasitasiya deyirik. Hansı ki, burada iki cür dəyişkənlik baş verir. Fikir versəz həm strukturunda, həm də hiperaktivasiyası, yəni quyruğunda dəyişkənlik baş verir. Bəs bu mexanizm necə olur? Baxsaq, siklik ameyv səviyyəsinin artması, tirazin fosforilazasını, kalsiumun axınını, glikokonjugatların təmizlənməsi və xolesterolun uzaqlaşdırılmasını görərik. Siklik ameyv səviyyəsi artması deyirik. Yəni, adenat siklaza fermenti aktivləşir. Nəticədə orqanizmdə enerji və siqnalların ötürməsini təmin edən siklik ameyv artır. Daha sonra tirozin fosforilazası deyirik. Yəni, bu da zualların aktivləşməsi demək. Yəni, bu bizim üçün sanki biokimyəvi bir nişan rol oynayır. Yəni, kapitalizasiyanın baş verib verməməsini məhz tirozin fosforilazası ilə yoxlaya bilərik. Sonra kalsium axını deyirik. Hansı ki, bu kalsium axını şəkildə göstərim əvvəlcə. Burada quyruğunda Katsper adlanan bir kanal yerləşir. Məhz bu kanal vasitəsi ilə kalsiumlar sürətli şəkildə axın edirlər və nəticədə bunlar quyruqlarında daha qıvrım olur. Bu qıvrımlıq da onlara daha sürətli və güclü şəkildə irəliləmək qabiliyyətini verir. Glikokonjugatların təmizlənməsi deyirik. Quruluşuna baxsaq, gördüyümüz kimi burada mayalanmanın qarşısını alan dekapotasyon faktorları var. Yəni bunlar təmizlənir. Həm də xolesterolun uzaqlaşdırılmasını deyirik. Yəni xolesterol da uzaqlaşdıraraq membranı daha keçirici və hamar quruluşda salır ki, bu da onun zona pellucidaya daha yaxşı bağlanmasına gətirib çıxardır. Digər bir mexanizmimiz akrosomal reaksiyadır, hansı ki spermatozoidlər həmin bu kapasitasiyanı keçdi və fertilizasiya artıq hazırdır. Çünki əgər burada Katsper kanallar dedik var və bu onlara hiperaktivlik verir. Əgər bu kanallar olmasa spermatozoidlər, onlarda infertilite, yəni sonsuzluğa gətirib çıxarda bilər. Dedik ki, əvvəlcə korona radiatanı keçirlər, daha sonra zona pellucidaya gəlirlər. Zona pellucidada bayaq dedim, glikoprotein reseptorlarından təşkil olunmuşdur. Hansı ki, spermatozoid orada ZP3 reseptoru ilə tanınma reseptorudur. Onunla birləşir və birləşən zaman akrosomal kisə partlayır və akrosomal fermentlər dağılmaya başlayır. Yəni, bu da prolitik fermentlərdir. Hansı ki, hidroendaza və akrozin adlanan fermentlərdən ibarətdir. Və nəticədə gördüyümüz kimi zona pellucidaya əliyir və burada bir tunel kimi boşluq, perivitelinin bir boşluq əmələ gəlir. Daha sonra burada hüceyrə membranı vasitəsilə bayaq dedik, spermin nüvəsi, sadəcə nüvəsi keçir və mitoxondrial xəstəliklər olursa anadan olacaq. Çünki
spermatozoid mitoxondrisi sadəcə onun quyruğunda rol oynayırdı və akrosomal reaksiya bizə polispermiyanın qarşısını alma mexanizminə əsas verir. Polispermiyanın qarşısının alınması iki əsas mexanizmi var, hansı ki, fast block və slow block mexanizmi. Sizin üçün AI ilə belə bir şəkil yaratmışam. Yəni, biri ilə sadəcə birləşə bilir, digərləri ilə birləşmək mümkün olmur. Yəni, sanki gəlib çırpılırlar və birləşmə olmur. İki mexanizmi var, fast block və slow block mexanizmi. Fast block mexanizmi dedikdə, yəni sperm membrana toxunan kimi, hüceyrənin daxili membranına toxunan kimi ilk saniyələr ərzində baş verir və bu zaman natrium kanalları açılır. Yəni, hüceyrənin ümumilikdə daxili səthi -70 millivolt dəyişikliyindədir. Yəni, burada natrium kanalları içəri daxil olar kimi depolarizasiya baş verir və müsbət yük spermlər üçün bir elektrik şoku kimi qəbul olunur. Yəni, onlar müəyyən bir müddət geriyə doğru itələnirlər. Daha sonra sperm daxil olanda onlarda fosforilaza C-zeta adlı bir ferment özlərini gətirirlər. Həmin bu ferment yumurta hüceyrənin daxilində olan endoplazmatik retikuma bağlanır və oradan kalsiumu buraxır. Kalsiumda bildiyimiz kimi bayaq dedim sitoplazmada kortikal qranullar yerləşir. Kortikal qranulların dağılmasına səbəb olur və kortikal qranullar dağılandan sonra qranullardan çıxan həmin o maddələr suyu özlərinə doğru çəkirlər və burada slow block mexanizmi başlayır. Yəni, bir neçə dəqiqə ərzində baş verir. Yəni, əsas faktorumuz burada kalsium ionlardır və burada suyu özlərinə çəkirlər, perivitelin sahə şişir və spermatozoidlər itələnib uzaqlaşırlar. Həmçinin burada kortikal qranullardan buraxılan fermentlər spermin birləşdiyi o ZP3 reseptorlarını dağıdır ki, artıq sadəcə biri birləşsin, digərləri ona birləşə bilməsin və beləliklə də zona pellucida, yəni qabıq bərkiyir və qalıcı bir baryer əmələ gətirir. Belə alimlər deyib ki, yəni bildiyimiz iki mexanizm var, lakin alimlər sübut edib ki, polispermiyada sadəcə iki mexanizm deyil, üçüncü yeni bir mexanizm də var, hansı ki, buna deməli novel fast block deyilir, yəni sürətli, yeni yaradılmış sürətli bir blok mexanizmidir. Burada araşdırma zamanı 3 dənə yumurta hüceyrə götürülüb. Burada mavi renkdə gördüyünüz ilk çatan spermatozoiddir, digəri isə onu izləyən spermatozoiddir və fikir versəniz, ilk spermatozoid membranla birləşəndən sonra 10 saniyə müddətində digəri olduğu yerdə donub qalır. Bunu 3 oositdə də yoxlayıblar, hamısında eyni nəticə alıblar. Yəni, yumurta hüceyrə gəlib xarici membrana çatanda sanki quyruğu tərpənsə belə, sanki yerində donub qalır, daha hərəkət edə bilmir. Bu da qrafikdə dediyimi göstərib. Burada mavi ox gördüyümüz zaman oxudur. Yəni, burada insemination, yəni ilk dəfə təmas anı ilə hər şey başlayır. Yəni, sperm yumurtanın qabığına keçir və daxili membrana çatması orta hesabla təxmini 96 dəqiqə çəkir. Daha sonra bizim üçün kritikan membrana yapışmasıdır və membrana yapışmada lider sperm, yəni ilk sperm gəlib daxili membrana yapışır. Bu andan etibarən müdafiə mexanizmləri işə düşür və alimlərin kəşf elədiyi yeni novel zona blok bu məhz saniyələr ərzində olur. Həmin o dediyim 10 saniyə müddətidir. Daha sonra yenə slow block mexanizmi baş verir. Yəni, burada fərq nədən ibarətdir? Bizim bildiyimiz o ilk dəfə membranla təmas olan fast block mexanizmidir. Daha sonra isə zona reaksiyasında sadəcə elə bilirlər ki, yavaş reaksiya olur. Amma əslində yavaş blokdan əvvəl zonada olan, təzə kəşf olunan novel zona blokda var. Yəni, slow blok başlamazdan əvvəl zonada ondan əvvəl sürətli mexanizm, 10 saniyə müddətində davam edən sürətli bir mexanizm işə düşür. Əgər ki, yumurta uşaqlıq borularında cərrahi yolla düzəldilə bilməyəcək bir problem varsa, yəni həm də heç yoxdursa, bu zaman IVF-ə üz vururuq, yəni in vitro fertilizasiya, hansı ki, bu zaman yumurtalıqları stimulyasiya edirik. Bunun üçün klomifenstrat yoxud da folikostimüləyici hormondan istifadə olunur. Daha sonra transvaginal yolla, daha sonra folikulları
içəri ötürmə, yəni bu da laparoskopik ola bilər, dəraltı ola bilər və UZI vasitəsilə transvaginal ola bilər. Daha çox UZI vasitəsilə transvaginal yolla istifadə olunur. Daha sonra laboratoriya şəraitində saxlanılır və burada fertilizasiya baş verir. Fertilizasiya zamanı 4-6 hüceyrədən ibarət 24-48 saat ərzində laboratoriyada müşahidə altında saxlanılır. Daha sonra isə embrionun transferi baş verir. Embrionun transferindən əvvəl uşaqlığın daxili mühitini biz hazırlayırıq. Hansı ki, müəyyən hormonlarla dəstəkləyirik. Daxil edəndən sonra isə embrion transferi ondan sonra biz ona progesteron veririk. Hansı ki, bu da hamiləlikdə korpus luteumun funksiyasını təqlid edəcək. Embrionik implantasiya dedik. Yəni bayaq dedik ki, mayalanma əsasən uşaqlıq borularında baş verir. Mayalanma nəticəsində zigot formalaşır və zigot bölünə-bölünə gedir. 12-14 hüceyrəli, 16 hüceyrəli bir quruluş əldə edir. Bu da tut meyvəsinə oxşayan bir quruluş, morula adlanır. Morula uşaqlığa daxil olduqda artıq içərisi maya ilə dolu olan bir blastokistə çevrilir. Blastokist özü daxildən embrioblast və xaricdən trofoblastlardan təşkil olunmuşdur. Trofoblast özü iki cür hüceyrədən sitoblast və sinsitoblastlardan ibarətdir. Hansı ki, sitoblastlar Langerhans hüceyrələri rol oynayır. Yəni, bunların sitoplazması şəkillidir. Yəni, ətrafın quruluşları, hüceyrələrin quruluşları müəyyən bir sərhəddi var və bunlarda mitoz prosesi baş verir. Yəni, artıq çoxala bilirlər və plasentanın əsas əmələ gəlməsi məhz bu hüceyrələr vasitəsilə olur. Burada həmçinin urokinaza, metaloproteinaza kimi fermentlər sintez edirlər və bunlar təknüvəli olurlar. Sinsitotrofoblastlar isə bunlar xaricdə yerləşirlər. Sitoplazmaları şəkilsizdir və çox nüvəlidirlər. Yəni, bunlarda mitoz olmur. Səthlərində mikroxovlar var, hansı ki, bu da ananın qan damarları ilə təmasda olmasını təmin edir. Həmçinin burada hormonal olaraq daha aktivdir və qılınc kimi hər tərəfə hücum edən bir quruluşa sahibdir. Embrioblast özü də hipoblast və epiblastdan təşkil olunmuşdur. Hansı ki, epiblast amnion boşluğu, yəni maya ilə dolu olan iki saniyə təmas edən üst təbəqədə, hipoblast isə, fikir versək burada, hipoblast isə sarı kisə ilə təmasda olan təbəqədir və bu iki əsas təbəqə bizə bütöv bir orqanizmi formalaşdıracaq olacaq iki təbəqədir. Yəni, burada da bayaq danışdıqlarımın quruluşu əks etdirib, əvvəl zigot olur, sonra morulaya çevrilir, daha sonra blastokist formalaşır. Burada daxili hüceyrə, xaricdən trofoblast, daha sonra bilaminar 2 səhifəli, sonra 3 səhifəli quruluş əldə edir. Embrioblastdan daha sonra yaranacaq bir orqanizm formalaşır. Trofoblastdan xorion formalaşır, ondan da plasenta əmələ gəlir. Deməli, 3 səhifədə formalaşır. Daha sonra endoderma, mezoderma və ektoderma. Endodermadan həzm və tənəffüs sistemi formalaşır. Mezodermadan sümükdür, qığırdaqdır, bağlardır, həmçinin börək üstü vəzin qabıq qatı formalaşır. Ektodermadan da dəri, dırnaq, həmçinin neuroektoderma formalaşa bilər. Neyral boru və neyral daraq. Neyral borudan mərkəz sinir sistemi, neyral daraqdan isə periferik sinir sistemi formalaşır. Plasentadan danışaq. Deməli, embrion uşaqlığa düşən kimi ana toxuması, yəni endometrium dəyişir. Burada olan fibroblastlar iriləşir və qida ilə zənginləşir. Yəni, bu yeni toxumaya da biz desidoa deyirik. Desidoa özü 3 hissədən təşkil olunmuşdur. Desidoa bazalis, desidoa capsularis və desidoa parietalis. Desidoa bazalisə baxsaq, gördüyümüz kimi blastokistin implanta olduğu yerə deyirik. Desidoa capsularis deyirik. Desidoa capsularis blastokistin üzərini örtən, deməli, onu uşaqlıq boşluğundan ayıran bir hissədir. Daha sonra desidoa parietalis deyirik. Bu da uşaqlıq boşluğunun geridə qalan bütün səthini örtən hissədir. Burada xorion frondozum var, yəni blastokistin desidoa bazalisə toxunduğu yerdə olan fibroblastik toxumadır, trofoblastik toxumadır və xorion leve var. Bu da blastokistin bu bir hissədir, yəni xorion levedə. Yəni blastokisti desidoa bazalisdən kənarda qalan, onun ətrafını əhatə edən digər trofoblastlardır və bu daha sonra xorion zarı, yəni amnion zarına çevriləcək.
Bir də burada Nitabuk tabakası var, hansı ki bu uşaqlıq divarına nüfuz edən trofoblastların, desidual baza isə qarşılaşdığı yerdə olan fibrinoid bir degenerasiya zonasıdır. Əgər bu Nitabuk tabakası olmasa, daha sonra şəkildə verəcəm, yerləşmə anomaliyaları, yəni plasentanın yerləşmə anomaliyaları meydana çıxacaq. Akreata, inkreata, perikarta kimi patologiyalar müşahidə oluna bilər. Desidual capsularis və parietalis birlikdə desidual vera adlanır. Çünki burada desidual capsularis və parietalis fikir versəz, döl böyüdükcə daha da uşaq boşunu əhatə edir və ikisi birləşərək sanki bir təbəqəni formalaşdırırlar. Ona görə ona desidual vera deyirik. Desidual prolaktin özü funksiyaları var. Yəni desidual qəşəng bir müddətdən sonra prolaktin ifraz edir. Hansı ki, onun da funksiyaları var. Yəni hamiləlikdə immunoloji funksiyanın tənzimlənməsi, implantasiyada angiogenezin tənzimlənməsi, hamiləlik davamına mane olan genlərin baskılanması, amnion mayesi həcminin balanslaşdırılmasında iştirak edir və bunu da artıran, azaldan faktorlar var. Artıran faktorlara progestinlər, həmçinin araxidon turşusu aiddir. Azaldanlara isə epidermal böyümə faktoru, interleukin 1, endotelin 1, interleukin 1 və 2 aiddir. Viruslardan danışaq. Viruslar, yəni xovlar, hansı ki bu 3 cür quruluşda malik olur. Birincili virus, ikincili və üçüncülü viruslar. Birincili viruslar sinsitiotrofoblast və sitotrofoblastlardan təşkil olunmuşdur. İkincili viruslar isə aralarında mezodermadan ibarət bir boşluq əmələ gəlir. Üçüncülü viruslarda isə artıq burada qan damarlarını görürük. Burada həmçinin deməli, onların içərisində Hofbauer hüceyrələri var. Həmin bu Hofbauer hüceyrələri də makrofag funksiyasını yerinə yetirir. Yəni, immun reaksiyalarda iştirak edir. Ümumiyyətcə, trofoblastlar iki cür olur. Villoz və ekstravilloz trofoblastlar. Villoz trofoblastlar, bayaq dediyim, sinsitotrofoblast və sitotrofoblastdır. Ekstravilloz trofoblastlar isə endovaskülər və deməli, intervilloz trofoblastlardır. Hansı ki, endovaskülər trofoblastlar fikir versəniz, hamiləlik irəlilədikcə ananın spiral arteriyalarının aralarına daxil olurlar və burada müqaviməti azaldıqda nəticədə qan axını daha çox olur, dölə qan axını artır. Əgər endovaskülər trofoblastlar olmasa, yəni müqaviməti azaltmaq üçün idi bu. Əgər onlar olmasa, bu zaman qan uşağa az gedəcək, dölə az gedəcək. Bu da preeklamsiyanın yaranmasına səbəb olur. Burada həmçinin deməli, trofoblastların desiduaya tutulmasını təmin edən bir maddə var. Buna da fibronektin maddəsi deyilir. Deməli, ana ilə döl arasında plasentanın bir özəlliyi var ki, hemikoendotelial bir özəllikdir, yəni fetoplasentar baryer rol oynayır. Yəni, ana qanı intervilloz boşluqlara tökülür, 80-100 spiral arteriya vasitəsilə 3-4 dəfə tökülür və burada tökəndən sonra xollar vasitəsilə xollar vasitəsilə şəbəkə əmələ gətirilir. Daha sonra qan ötürülür. Burada ona görə deyirik ki, ana qanı ilə döl qanı qarışmır və plasenta yektinləşdikcə müəyyən bir dəyişkənlik baş verir. Hansı ki, sitotrofoblast sayında azalma, sinsitiotrofoblast təbəqəsində qalğının azalması, stromada azalma, sinsitial səthə yaxın olan kapillyarların sayında artım görürük və fetal səthdən maternal səthə doğru getdikcə müəyyən bir ardıcılıq olur. Hansı ki, bura amnion, koryon villuslar, intervilloz sahə, desidual bazalis və miometriuma doğru dəyişir. Ümumilikdə plasentanın özünün maternal və fetal səthləri var. Burada həmçinin 4-5 aylıqda artıq septumlar formalaşır. Septumlar nəticəsində də 15-20 ədəd kotiligonlar deyilən bir struktur, yəni arıçı paycıqlar formalaşır. Uşağın plasentanın maternal səthi əsasən desidual bazalisdən formalaşır. Fetomaternal bariyerə baxsaq, əsasən birinci sitotrofoblastdır. Bayaq dedik ki, ananın qanının ilk təmasda olan yerdir. Daha sonra sitotrofoblastlardır. Sonra epitelial bazal laminadır, endotelial laminadır və endotelial hüceyrələrdir.
Burada bayaq dedim ki, nitabuk tabakası olmasa, onda trofoblastlar desidual bazalisdən keçərək endometrium qatındaydı. Artıq miometriuma səyahət edən akyarta, daha sonra biraz da keçərək inkreata və axırda perkreata keçirlər. Yəni bu zamanda sidik kisəsi bağırsağa invaziya edə bilərlər və bu zamanda əməliyyatla yəni vacib şərtdə əməliyyat etmək, çünki qanaxma falan verə bilər. Şəkildə də onun quruluşu əks olunub, özü də görülür burada da. Bu da əməliyyat zamanı görsənən quruluşdur. Plasentanın müxtəlif quruluşları var, onları vermişəm. Həmçinin plasenta gəlişləri ola bilər, normal gəliş ola bilər, marginal, kənari, parsial və total ola bilər. Marginal gəlişdə daxili dəliklə kənarı ilə üst-üstə düşür. Parsialda isə daxili dəliyin bir hissəsi ilə üst-üstə düşür. Total dedikdə isə daxili dəliyi tam əhatə eləməyi nəzərdə tuturuq. Ümumiyyətcə, plasentadan keçə bilən və keçə bilməyən maddələr var. Hansı ki, keçə bilməyən maddələr heparindir, aşağı molekulyar heparinlərdir, immunoglobin M-dir, A-dır, daha sonra qan qrupu antikorlardır, polikostimuleyicidir, AKTH-dır, laxtanma faktorlardır, D və K vitaminidir. Ona görə də uşaqlar doğulanda ilk illərində biz onlara D və K vitamini verməliyik, çünki plasentadan keçə bilmirlər və onlarda vitamin eksikliyi olur. Plasentadan keçə bilən maddələr isə səbitləşdirilmiş difuziya, aktiv difuziya, plasenta reseptor bağlı endostöziyanla keçə bilən maddələr və A, C vitaminlərə aiddir. Amnion dedik. Bayaq dedik ki, xorion lividə daha sonra çevrilib amnion zarına çevrilir. Amnion özü, amnion mayesi var burada. Hansı ki, burada dölü müxtəlif təsirlərdən qoruyur. Özü 5 qatdan təşkil olunmuşdur. Kubik epiteldən, bazal membrandan, interstisial kollagen içərən tabakadan, fibroblast bənzəri mezenximal hüceyrələrdən və asellular rizoma spangiozadan. Göbək ciyəsi, yəni umbilical cord, biz buna funis də deyirik, hansı ki, iltihabına funisit deyəcəyik. Mezodermadan inkişaf edir. Burada 2 arteriya, 1 vena var. Yəni, ağciyərlərdə olduğu kimi venalarla arterial qan, arteriyalarla venoz qan axır. Bir cüt arterial qan dölə doğru gəlir. Amma orada deməli, xovların kapillaları vasitəsilə əlaqə qurulur və burada qan təmizlənir. Vena vasitəsilə təmiz arterial qan yenidən dölə ötürülür və ən çox rast gəlinən anomaliyalardan biri də göbək ciyəsinin tək arteriyasıdır. Bu da müxtəlif inkişaf anomaliyalarına geri qalmaya, yəni geri inkişafa səbəb ola bilər, hipoksiya verə bilər. Süd vəzlərindən danışaq. Süd vəzləri deməli süd vəzləri əsasən süd xətti üzrə, bədənimizin süd xəttinin epidermal qalınlaşmasıdır. Hansı ki, burada ən çox bir cüt sinə nahiyəsində süd vəzləri yarana bilir və süd vəzləri ümumiyyətcə modifikasiya olunmuş tuboalveolyar apokrin vəzlərdir. Burada anomaliyalar ən çox deməli süd vəzisi anomaliyalarına polimastiya və yaxud da əlavə qidə anomaliyaları politel inkişaf edə bilər. Burada baxsaq, loblardan təşkil olunmuşdur. Deməli, qadın və kişilərdə əvvəlcə eyni olur. Pubertat dövründə, yəni hər iki cinsdə oxşar olur. Lakin daha sonra testosteronun hormonun təsirindən mezenximal hüceyrələrdə təsir edir və vəznin inkişafını tormozlayır. Nəticədə onlar rudimentar inkişafdan qalmış olur. Qadınlarda isə estrogen və progesteronun təsirindən kanallar uzanır, budaqlanır və ətraf piy toxuması artır. Hamiləlik dövründə fikir versək, inkişaf dövründə artır. Hamiləlik dövründə isə vəzlər tam funksional yetkinliyə çatır. Yəni, plasentadan gələn estrogen, progesteron, hipofizdən gələn prolaktin təsirindən süd istehsalı hazırlaşır və bu zaman progesteron südün hələlik ifrazını tormozlayır. Doğuşdan sonra isə progesteron azalması və prolaktin stimulyasiyası nəticəsində süd istehsalı başlayır və südün xaric edilməsi oksitosin hormonu tərəfindən idarə olunur. Daha sonra yenidən immobilisiyaya çevrilir.
Bədənimizdə hər bir BRCA genləri var. Yəni bu genlər əslində xərçəngin yaranmasının qarşısını alır. Lakin mutasiya olduqda xərçəngin yaranması üçün risk faktorudur. Müxtəlif orqanlarda da xərçəng törədə bilər. Suallara keçim. Nəsə sualınız varsa eşidirəm. Deməli, umbilical arter doğumdan sonraki qalığı aşağıdakılardan hansı ola bilər? Ligamentum umbilicale. Aha. Plasentanın endokrin funksiyası və 4 ana maddələr mübadiləsi ilə bağlı aşağıdakılardan hansı səhvdir? Cavab görsəndə amma. A variantı. Yox. C olacaq burada düzgün variant. Çünki plasenta yetkinləşdikcə bayaq dedik, sürətləndirmək üçün, mübadiləni sürətləndirmək üçün sensitiotrofoblast təbəqəsi qalınlaşır. Hansı ki, sensitiotrofoblast bayaq dedik, endometriumun dəlib keçən bir trofoblastdır. Yəni xaricidə yerləşir. Onlarda qılınc kimi hər tərəfi deşir. Uclarında mikroxovucuqlar olur. Yəni bu cür. Fertilizasiya zamanı baş verən kortikal reaksiyanın əsas bioloji məqsədi nədir? Polispermiyanı bloklamaq. Bəli. Doğuşdan dərhal sonra süd ifrazı, yəni laktasiyanın başlamasına səbəb olan əsas faktor aşağıdakılardan hansıdır? Estrogen. Yox, progesteron təsirinin aradan qalxması olacaq burada da. Bu qədər diqqət olsun. Təşəkkürlər. Emeğinize sağlık. Evet, teşekkür ederim. Siz sağ olun. Xoş oldu ki, nəsə başa düşdünüz. Geceniz xeyrə qalsın dostlar. İnşallah Gecəniz görüşürüz.